Ələm cuşa gəldi. Görürsüz də, İslamda heç bir əsası yoxdur. Bütün alimlər bunu qadağan edib. Ələm bir adət-ənənədir ki, cəmaət içərisində yayılıb və bir simvol xarakterlidir ki, cəmaət adət-ənənəsi üzərində bunu ortaya gətirib. Amma ələmin cuşa gəlməsi İslamda heç bir əsası yoxdur. Bunu bəziləri bilərəkdən və ya bilməyərəkdən edib. Daha bilmirlər ki, İslamın adını batırırlar, İslamın abını aparırlar. Xəbər kanalları da reytinqə xatir, baxışa xatir və yaxud da onlara verilən sifarişə xatir bu işləri görürlər ki, hər kəs də görsün. Ay xəbər kanalları, niyə İmam Hüseyn əleyhissalamın şücaətindən, mərdliyindən, kişiliyindən, fədakarlığından, qeyrətindən, düzgünlüyündən, ədalətindən, zülmlə mübarizə aparmağından danışmırsınız, paylaşım etmirsiniz. Bunlar dinə zərbədir. İmam Hüseyn əleyhissalamın bu qədər önəmli missiyası ki var, kölgə altına gedir. Bu işləri görməyin və bu işləri görmək Vahabilərin və İsrail aşiqlərinin sevincinə səbəb olur. Hər kəs paylaşsın ki, maariflənmə olsun. Qoy hər kəs bilsin ki, İslamda belə bir şey yoxdur. Hər kəs bunu edir, paylaşır, dəstəkləyirsə, İslamın adından danışmasın. Çünki İslamda belə bir şey yoxdur və heç kim də bunu İslama nisbət verməsin.